Oxu, yaradan Rəbbinin adı ilə. Əl-Ələq surəsi 1-ci ayə. 1-ci fəsil. Başlanğıc. 1-ci hissə. Uca Allah müqəddəs kitablarda bizə nəyi çatdırmaq istəyir? İlk fəsildə Quran ayələrindən deyil, irfani mövzular haqqında danışmaq daha yaxşı olardı. Bu halda biz növbəti təhlillər bölməsinə rahatlıqla keçid edə bilərik. Belə ki, müqəddəs Quranın, İslamın fəlsəfəsini anlamadan onu araşdırmaq, sirlərindən agah olmaq qeyri-mümkündür. Quran bizə fiqh və zahirlə yanaşı batini mesajlar da verir ki, bu ərəb dilinin spesifik rəngarəngliyindən qaynaqlanır. Bir sözün işlənmə yerinə və ya tələffüz zamanı verdiyi səsə əsasən onun mənaları dəyişə, batini mesajlarını da oxucuya çatdıra bilər. Bu səbəbdəndir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm özü belə Quranı oxumaqla yanaşı, onu dinləməyi də sevirdi. Bəzən suallar yarana bilər ki, niyə məhz ərəb dili? Bu sualın ilk öncə Qurana görə cavabı, başa düşəsiniz deyə biz onu ərəbcə bir Quran olaraq nazil etdikdir. Bu sualın cavabı mənim baxışımda da eynən belədir. Lakin bu ayəni daha da açsaq əgər görərik ki, üstə də qeyd etdiyim kimi mənaların rəngarəngliyi səbəbidir ki, Quran ərəbcə yazılır. Həmçinin dinlər qövmlərin dillərinə uyğun olaraq enir. Tarixə baxdıqda görərik ki, Tövrat İbranicə, Babil sürgünü sırasında yazılan hissələri isə Arami dilində. Həzrət İsa'nın İncili də həmçinin xalq anlasın deyə Arami dilində enmişdir. Lakin kitaba köçürülməsi Koine Yunancası ilə olmuşdur. Həmçinin məntiqlə də düşünsək, 40 il Məkkədə yaşamış, Qureyş tayfasının Haşimoğulları tayfasına mənsub olan birinə din enəcəksə, ki, bunu təbliğ etsin, onun Yunanca və ya Latınca enməyi heç bir məntiqə sığmır. İlk olaraq bunları anlayacaq dil bilikləri zəngin olan şəxslər çox az idi. Elə indi də ölkəmizdə və dünyada 3 və ya daha artıq dil bilən insan azdır. Bu səbəbdəndir ki, din qövmün dilinə uyğun olaraq enməli və tədricən mənimsənilməlidir. Digər coğrafiyalara yayıldıqca isə artıq tərcümələr edilməlidir. Necə ki, Allahdan gələn digər dinlər kimi. Quranın bizə çatdırmaq istədikləri də yuxarıda yazdıqlarımı anladıqdan sonra aydınlaşır. Quran bizə səthi olaraq fiqhi, necə yaşamaq lazım olduğunu, cənnət və cəhənnəmin varlığını, təsvirini çatdırır. Amma batinində isə bunlarla yanaşı tamam başqa mənaları özündə ihtiva edir. Təbiidir ki, hər kəs məcbur deyil batini mənalar üzərində araşdırmalar aparsın. Fiqh ilə yaşamaq da Allahın əmrini icra etmək deməkdir və Allah mütləq ki, o möminləri mükafatlandıracaq. Lakin batini axtarışlar etməkdə bir o qədər insanın ruhi yüksəlişinə təkan verir və imanı möhkəmləndirir. İslam fəlsəfəsi də səthi olaraq fiqhdən ibarət olduğu qədər batini olaraq ruhi yüksəkliyə çağırır. Beləliklə, kitab bizə iki şey haqqında danışır. Bu, bütün ayələrə aid edilə də bilər, edilməyə də bilər. Bu, hələ ki, bizə məlum deyil. Zahirində yazılanlar haqq olduğu qədər, batinində gizlənənlər də haqdır. Bir ayənin zahiri, məsələn, şübhəsiz, Şiranın da Rəbbi odur, kimi görünür. Təbii ki, bu söz haqdır. Sirius ulduzunun, yəni əsl adı ilə Şiranın Rəbbi bir olan Allahdır. Bu ayənin ilk haqq tərəfidir. Lakin batininə baxdıqda, ayənin altında gizlənən, özündən öncəki ayələrdə cüt-cüt sözlərdən istifadə edib, sonra Şiranın Rəbbi olduğunu vurğuladığını araşdırdıqda görürük ki, burada iki ulduzun varlığı da haqdır. Belə ki, Quranda bu yalnız bir ayədir. Qurani Kərim isə 6236 ayədən ibarətdir. Bu ayələrin hər birinə dair isə bir cild kitab yazıla bilər. Amma məqsədim bu kitabda sizi yormaq deyil. Sizə ilk addımları göstərmək, necə araşdırmaq lazım olduğuna dair ikinci baxış prizması yaratmaq. Beləliklə, biz Quranın səthi olaraq hansı mənaları özündə ehtiva edə biləcəyini öyrəndik. İndi isə keçək əsas mövzumuza. Uca Allah bizə nələri çatdırmaq istəyir? Uca Allah ilk olaraq insanlara digər dinləri təsdiqləyici olaraq göndərdiyi dinin, digər peyğəmbərləri təsdiqləyici olaraq göndərdiyi peyğəmbərinin haqq olduğunu çatdırmaq istəyir. Belə ki, əgər belə olmasaydı, Quranda Ali İmran, Məryəm, Yusuf, Yunus kimi surələri endirməzdi. Əgər bu kitab peyğəmbərin tərifnaməsi olsaydı, o zaman Əbdülmüttəlib surəsi, Abdullah surələrinə rast gələr və Peyğəmbərin tərifindən başqa bir şey görməzdik. Həmçinin əmsi Əbu Ləhəbin də cəhənnəmlik olduğunu kitabda vurğulamazdı. Təbii ki, bunlar başqa mövzulardır ki, geniş müzakirə edilməlidir.
Qarşıdakı hissələrdə bu mövzuları geniş müzakirə edəcəyik. Allah kitabında bizə, yəni bütün insanlara yaşamağın qaydasını öyrədir. Hər yeni cihazın içlik vərəqi olduğu kimi, insanın da içlik vərəqi Qurandır. Texnoloji cihazlarda viruslar, insanın cisminə ziyan vuran virus, bakteriya, göbələk, mikroorqanizmlər olduğu kimi, ruha da ziyan vuran varlıqlar var. Bu şeytanlardır. Allah kitabda bizə onunla necə mübarizə aparmaq lazım olduğunu çatdırır. Görmədiyimiz, tanımadığımız varlıqla necə mübarizə apara bilərik? Şeytan insanın boynuna zəncir dolamır ki, hiss edək bu şeytandır və o yoldan çəkilək. Xeyr, şeytan bizi nəfsimizin istəkləri ilə vurur. Günahı bizə sevdirir, sonra isə özü bir kənardan izləməyə başlayır. Maraqlısı isə odur ki, bu şeytan bir növə aid varlıq deyil. O həm insanlardan ola bilər, həm də cinlərdən. Nas surəsi. Belə çıxır ki, şeytan bir növün adı deyil. Var olan növlərin küfrə təşviq edənlərinə verilən vəzifə adıdır. Həmçinin şeytanlar iblisin ordusudur. İnsan isə öz növbəsində onları aldanıb, sevərək günaha doğru addımlayır. Beləliklə, bizi bu çətinlikdən xilas etmək üçün Uca Allah kitabı endirir. Yalnız bizə bir kitab deyil, hər dövr üçün, hər sivilizasiya üçün bir və ya bir neçə kitab endirir. Yoxdan var edib, cənnətlə müjdələyib, cənnətə getməyin yollarını öyrətmək üçün Peyğəmbər göndərib, mələkləri səfərbər edib, dünya və kainatı yaradıb. Bunların qarşılığında isə nəinki Quranın məqsədini bilmək, bir çoxumuz heç onu açıb oxumuruq da. İndi belə bir misal çəkəcəm, lakin sözümü yanlış anlamadan sonuna qədər oxuyun. Təbii ki, dediklərim qətiyyən Allahın verdiyi sözlərə aid deyil, tamamilə zidd fikirlərdir. Amma bir düşünək, əgər Allah bizi yaradıb sonra cəhənnəmə atmaq istəsə, burada Allaha nə deyə bilərik? Məsələn, dünya həyatını onunla düşmənçilik etməyə gücümüz çatar, yoxsa axirətdə? Heç bir halda biz o gücün sahibi deyilik. Çünki o, yaradan, biz isə yaradılanıq. Və ya ümumiyyətlə cənnəti yaratmamış olsaydı necə olardı? Dünyada əziyyətlərlə yaşayar, sonra da ölüb yox olardıq. Ya da dünya əziyyətlərindən sonra bir də axirətdə əziyyət edərdik. O zaman şikayət etməyə yerimiz kim, hara olardı? Təbii ki, heç kim, heç yer. Bizə layiq olmadığımız halda, niyə layiq olmadığımızı irəlidə anlayacaq. Cənnət vəd edən bir Allah var. Bu cənnəti də qazanmaq çox sadədir. Batini araşdırmalardan söhbət getmir. Yalnız işin zahirinə fokuslanaraq cənnət qazanmaqdan danışıram. Vacib əməlləri yerinə yetirmək və yaxşı insan olmaq. Bu qədər sadə yolla cənnət sənindir. Bəs biz buna niyə layiq deyilik? Çünki birinin verdiyi bir şeyə layiq olmaq üçün hər ikisi yaradılan olmalıdır. Əgər hər ikisi ehtiyaclı varlıq olarsa, o zaman verilən mükafata layiq olar. Məsələn, iki dostun bir-birinə etdiyi yaxşılıq birinin dostluq hisslərini gücləndirir, digərinin isə çətinliyini aradan qaldırır. Biri digərinin yardım etdikdə mənəvi rahatlıq hiss edir. Yardım edilən isə maddi sıxıntılarını aradan qaldırır. Hər iki tərəf qazandığı halda biri digərinə nəsə etdikdə, digəri də ona nəsə verdikdə bu mənəvi hisslər, xoş təbəssüm və ya borcu qaytarmaq da ola bilər, layiqli olur. Amma biz Allaha nə verə bilərik? Namaz, oruc, hac, zəkat, xums, insanlara yaxşılıq, qeybət etməmək, ağac əkmək, ətrafı zibilləməmək. Bunlara Allahın inanın zərrə qədər də ehtiyacı yoxdur. Necə ki, yazdıqlarımızı qiymətləndirən müəllimin bizim yazdıqlarımıza ehtiyacı olmadığı kimi. Çünki biz yazmasaq da, o bu elmi mənimsəyib, yazsaq da. Yazdıqlarımızdan öyrəndiyi bir şey yoxdur. Eynilə misal uyğundursa, Allahın da bizim əməllərimizə ehtiyacı yoxdur. Bizim Allaha ehtiyacımız var. Onun xoş rəftarına, onun istəklərimizi gerçəkləşdirməsinə və onun cənnətinə ehtiyacımız var. Onun qəzəbinə tuş gəlmək isə dünya və axirətdə ən ağır çətinliklərdən biridir. Bu səbəbdəndir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm və onun pak əhli beyti aleyhissalam daim namazda ağlayar və Allah qarşısında qorxu ilə dayanardılar. Onların ki, qorxacaq bir əməli yox idi. Qorxmaqlarının səbəbi isə elə sadaladıqlarımdır. Nauzubillah, Allaha yaraşmaz onları cəhənnəmə göndərmək. Əlbəttə. Bəs göndərsə necə olar? Kim onları və ya bizi o alovdan qoruya bilər? Bu kimi məsələlərdir ki, bizi daim Allahı sevməyə və onunla yanaşı ondan qorxmağa vadar edən. Yuxarıda dediyim kimi, Allah söz verir, mömin bəndələrinə alovun toxunmayacağı ilə bağlı. Yuxarıdakı bənzətmələr bunları inkar etmək məqsədi ilə deyil. Mövzunu mənimsəməyimiz üçün misallardır. Allahdan qorxu da ona olan sevgidən olmalıdır. Allah kitabında da səthi olaraq başlanğıc üçün
bunları bizə çatdırır. Növbəti məsələlər haqqında isə davamlı şəkildə fiqhə əməl etdikdə bizi agah edir. Vacib əməlləri pis əməlləri olduğu üçün tərk edən insanlar ilk öncə İslamın bu fəlsəfəsini dərk etməlidir. Çünki dövrümüzdə bunlar, necə deyərlər, dəbdən düşmüş mövzulardır. Dərk etməliyik ki, pis işlərdən çəkindikdən sonra vacibləri etməli deyilik. Bu mümkünsüzdür. Pis işləri tərk edə bilmək üçün vacibləri etməliyik. Əgər birincini etməyə çalışmış olsaq, o zaman biz böyük ziyana uğramış olarıq. Lakin bir məsələ də var ki, namaz və onun kimi digər vacibləri edən şəxslərə şeytanların vəsvəsəsi daha da çox olur. Hansı ki, boş evə deyil, içində maddi vəsaitin çox olduğu evə oğru girir. Lakin gün ərzində bir neçə dəfə meraca gedib, uca Allahla münacat etmək bizə güc verir ki, bu artmış vəsvəsələrin təsirindən çıxar. Bu halda biz namazdan və digər vaciblərdən möhkəm yapışmalıyıq ki, onun vasitəsilə Allah bizi pis əməllərdən uzaqlaşdırsın. Düşünmək lazım deyil ki, mən namaza başladıqdan sonra daha çox pis şey haqqında düşünməyə başlamışam. Bu tamamilə yanlış yanaşmadır ki, namazdan uzaqlaşaq. Əksinə, bu düşüncələrin əslində heç biri bizə aid deyil. Birmənalı olaraq şeytanların vəsvəsəsidir ki, əsas məqsəd elə bizi namazdan uzaqlaşdırmaqdır. Əgər namazı bu halda buraxıb qılmasanız, bu vəsvəsələrin də azaldığının şahidi olacaqsınız. Bu səbəbdəndir ki, bəzən əvvəli mömin olan kəslər sonda ən böyük günahları etmiş olurlar. Bu bizim içimizdəki iman işığının digərlərindən daha çox olmağı səbəbindəndir ki, onu söndürməkdən ötürü şeytan tamamilə böyük günahlara doğru yönəldir. Bəli, bəzən teist olmayan, yəni ateist birinin çox yaxşı insan olduğunun da şahidi oluruq. Tamamilə günahdan uzaq olduğunu görürük və pis fikirlər ağlına belə gəlmədiyini iddia edir. Bu normal haldır. Çünki şeytanın məqsədi insanı pis insan eləmək deyil. Pis insan dünya və axirət həyatı üçün önəmli məsələdir. Lakin inanc yalnız axirət üçün önəmli məsələdir ki, şeytanın məsələsi dünya ilə deyil, axirət həyatını əldən almaqdır və insanların cəhənnəmə getməsinə vasitəçi olmaqdır. Bəli, ateist və ya agnostik birinin yaxşı olmağı nə qədər normal haldırsa, inanclı insanın içində pis fikirlərin daim dolaşmağı da bir o qədər anlaşılan haldır. Buna qarşı gəlmək bəzən mental olaraq yorucu olsa belə, bu bizim dinin əsas tələblərindən biridir. Bunu normal hal kimi qəbul etmək ona qarşı çıxmamaq demək deyil. Əksinə, yükünü azaldıb daha zəif düşmənlə vuruşduğunu anlamaqdır. Həmçinin inanclının dindən dönməyinin fəsadlarının daha çox olmağı da anlaşılandır. Çünki yolumuzdan dönməyimiz üçün daim vəsvəsələrlə qarşılaşırıq. Lakin inanclısın belə bir qorxusu yoxdur. Çünki onsuz da şeytana inancsız birinin nə etdiyi maraqlı deyil. Əvvəldə dediyimiz kimi, iblisin və onun ordusu, şeytanların ilk məqsədi inanca qarşı çıxmaq və insanları cəhənnəmə atmaqdır. Uca Allah bizi bu vəsvəsələrdən qorumaq üçün bizə kitab və peyğəmbər göndərmişdir. Kitabın isə işi bizi yaxşı insan etmək deyil, bizi cənnətə aparmaqdır. Lakin pis insanın cənnətdə nə işi var? Beləliklə, bizim işimiz həm yaxşı insan olmaq, həm də inanclı olmaqdır ki, bunlar ikisi bir-birindən ayrı məfhumlardır. Bir o qədər də biri olmadan digərinin olmağı lazımsız kimidir. Qəddar və inanclı olmaqla mülayim və inancsız olmaq arasında çox da fərq yoxdur. Hər iki halda insan İslamın fəlsəfəsini dərk etmədən ömür sürür. Mülayim, özünə və bununla da başqasına zülm etməyən və inanclı olmaq isə əbədiyyətimizi xilas edir.